3 gündür işığımız yanmır. Monitörə zəng eləmişdim. Dedi, qardaş, xeyri yoxdur. Xəttinizi kəsib İrana aparıblar. Dəxli yoxdur. Qardaş, bir alagöz inəyimiz var idi. İlim itdi, qardaş. Polisə xəbər verdim. 3 gündən sonra gəldi ki, muştuluğumu ver. Bir şirvan. İnəyiniz tapılıb. Dedim, qardaş, pulu verdin də, inəyəni. Deyir, darıxma, Təbriz bazarında görüblər, şəkildə budala. Sağ ol. Alagöz dedim, qəzet yadıma düşdü. Sıraya gün, qardaş, qəzetdə oxumuşam ki, inəklər televizora baxanda südləri artır. Bizim də fermada vəziyyət dəhşətdir. Nəysə, televizoru vurdum qoltuğuma, qardaş, gördüm fermiyə. Dikaya Roza filmini görsədilər, sənin canın üçün. İnəklər fermada Dikaya Roza'ya baxandan sonra südləri tamam qurudu. Sən ölməyəsən, kalxoz sədri mənə çağırıb dedi, avrımı ətəyimə bükdü. Dedi, bu nə də? Nə də bu? Nə qalmısan? Adam da Dikaya Roza'nı inəklərə göstərər, beşiyir. İnəklər cəhənnəm, kəndin kişiləri bir tər olub, nə axtan göstərmirsən? Geri əyləncəli proqram göstər. Sən ölməyəsən, Dilxor gəlirdi, proqrama baxanda gördüm, sən ölməyəsən, Arif Quliyevin yarazlıq gecəsi. Dedi, mənə maldır. Qardaş, cümdüm fermiyə, televizoru açdım, inəklərlə bir yerdə sən öl, Arif Quliyevə baxdım. Dədəmin canı üçün gülməkdən ölmüşük, inəklərin 5-6'sı da öldü sonra. Qardaş, səhər nə olsa yaxşıdır. İnəklər hər birisi öz öhdəçiliyindən 30-40 litr artıq süd verməyə başladı. Qalxozumuz rayonda birinci yerə çıxdı. Sən ölməyəsən, mənə elə mükafat verdilər. Sədr çağır dedi, qardaş, televizor yaxşıydı, sən o Arif Quliyevi fermaya dəvət elə. O inəklər rübəri görsünlər onu. Qardaş, düşdüm Arif axtarma. Arif burada, indi gələr, bu saat gələr. Salam, sağ ol, Arif yoxdur. Nəysə, südlər başladı azalmağa, tez başladım. Şou əlinin kasetlərini qoydum, inəklər üçün. Kömək olmadı. Yaşar Nuri'nin, Siyavuş Aslan'ın, Ramiz Əzbəlinin konsertlərini qoydum, qardaş, kömək olmadı. Başlandı, pis başlandı. Nəysə, inəklər başladı südü qurutmağa, sədr çağırdı məni, söydü. Söyəndən sonra beynimə bir fikir gəl, dedim, ay aman, ay gəl sənəm, bağışlayın məni, bağışlayın, inəklərə erotik filmlər görsədim. Qardaş, bu erotik filmləri inəklər görəndən sonra, qardaş, süd 1-2 artdı. Hələ inəklərlə başladı doğmağa. Hər dişi inəkdən 2 bara aldıq. Bu da belə. Nəysə, hələ inəklər qoraya qalsın, qardaş. Sağcılar hamısı dekretə çıxdı. Bircə dənə ağ bir şeyimiz vardı. Sələm nənə, 75 yaşlı. Sələm yox, o Şərabani nənə, qardaş. O da özünü başladı şübhəli aparmağa. Nəysə. Ondan sonra, qardaş, bir də işimiz yaxşı gedirdi. Birdən-birə səhvən erotik filmin yerinə, qardaş, Boyevik qoydu. Qardaş, o Boyevik filmini göstərmək olurlar. Qardaş, inəklər başladı bir-birinə kəllə atmağa, şıllah atmağa, o buna dedi, sən kimsən, bu buna dedi, sən kimsən? Sağcılar qaçdılar, inəkləri qəsəbxanaya, qardaş, onların başlarını kəsdilər, mənim də maaşımı. Amma, qardaşlar, vallahi billahi, indiki dövrdə başı kəsilmək, maaşı kəsilməkdən 1000 dəfə yaxşıdır, vallahi.